Salam, hər vaxtınız xeyirli olsun. Salam, əleykum salam. Salam, Salam. hər vaxtınız Axşam xeyirli uğurlu olsun. Axşamınız xeyirli olsun, Salam, dəyərli sabah xeyir. müəllimlər. axşamınız xeyir Samir müəllim. Axşamınız, Salam, axşamınız xeyir. axşamınız xeyirli olsun. Salam, hər vaxtınız xeyir. Salam müəllimə, hər vaxtınız xeyirli olsun. Salam, axşamınız xeyir. Salam. Hər birinizə uğurlar arzu edirəm. Uğur əldə edəsiniz. Amin inşallah. Çox məsuliyyətli, çox məsuliyyətli, yəni vəzifəyə təyinat almaq istəyirsiniz. Bu işdə mən sizə İnşallah. bacardığım köməkliyi mən edəcəm, amma əsas yük sizin üzərinizdədir ki, mənim göndərdiyim bütün tapşırıqları vaxtında yerinə yetirəsiniz. Səbirli olmaq lazımdır ilk öncə, yəni səbirli olmaq lazımdır ki, bütün o materialları öyrənib, testləri işləyib, imtahanda iştirak edib, müsahibə mərhələsini gözləmək, sonra müsahibənin nəticələrini gözləmək. Yəni bunlar səbir tələb edir. Rəhbər olan şəxslər təbii ki, ilk öncə səbirli olmalıdırlar ki, bu işin də öhdəsindən gələ bilsinlər və uğur əldə etsinlər. Yəni uğur əldə etmək asan iş deyil. Bu sizin zəhmətinizin hesabına olacaq. Belə müəllimə, bu bizim ilk dərsimizdir. Mikrofonu bağlayaq zəhmət olmasa. İndi məlumat verəcəm. Narahat olmayın. Mikrofonları bağlayaq. Videoya sizə nəzarət edək, çünki dərs YouTube kanalında paylaşılacaq. Ona görə çox xahiş edirəm. Görüntülərə, səsə nəzarət edin, hər bir şey məlumat verəcəm müəllimə. Deməli, bizim ilk dərsimizdir, sınaq dərsimizdir. Mən hər zaman ilk sınaq dərsi ödənişsiz olaraq keçirəm. Mikrofonları bağlayaq, dedim nəzarət edək müəllimlər. Çox xahiş edirəm. Burada kimdə açıqdır? Aha. İlk ödənişsiz sınaq dərsi hər zaman linki paylaşıram ki, hər kəs faydalana bilsin. Ödənişsiz dərsin formatını, ödənişsiz dərsdə mən dərsin formatı haqqında ətraflı məlumat verirəm. Deməli müəllimlər, 1 aylıq və 3 aylıq yeni qrup açıram. 1 aylıq və 3 aylıq qrupların fərqi ondan ibarətdir ki, 1 aylıq qruplarda biz materialı 1 ay ərzində bitirəcəyik, həftədə 3 dəfə dərsimiz olacaq. Amma 3 aylıq qruplarda isə materialı 3 ay ərzində bitirəcəyik, həftədə 2 dəfə deməli dərsimiz olacaq. Hansı regionda ki, yaxın aylarda gözlənilir imtahan olsun, ona görə onlar 1 aylıq qrupdan faydalansınlar. Kimin ki, heç bazası yoxdur, ümumiyyətlə hələ olduğu ərazidə hələ imtahan gözlənilmir, həmin müəllimlər isə 3 aylıq qrupdan deməli faydalana bilər. Biz əsasən mən nələr keçirəm qrupda? Deməli, əmək məcəlləsi, təhsil qanunvericiliyi, kurikulum, bax bu üçünü keçirəm. Ən əsas imtahana düşən mövzulardan keçirəm. Əlavə testlər göndərirəm, amma mənim göndərdiyim əlavə testlərdən başqa müəllimlər, biz bu test bankı ilə işləyirik. Baxın, bu test bankı ilə işləyirik. Demək olar ki, əlimdə bir 30 dənə test bankı qalıb. 1000-ə yaxın bu test bankından bir il bundan qabaq çıxartmışdım. Bir il yox, 2 il bundan qabaq, 2023-də. Artıq bir 30 dənə, yəni çox az qalıb əlimdə. 30 dənə bu test bankından qalıb. O da ki, çox güman ki, artıq elə bu qruplarda bitəcək. Və bu test bankında yalnız testlərdir. Vəsait də var. Müəllimlərin vəsaitim də ayrıdır. İndi bunu kompüterə yükləyə bilmədim, amma qruplara göndərmişəm. Biz bu həm testdən, həm də vəsaitdən işləyirik. Sonra vəsaitin olmağı hamınıza tövsiyə edirəm. Nəyə görə? Mən onsuz zaten həmin keçdiyim bütün mövzuları bir vəsaitdə cəmləmişəm. Yəni bir var mən material göndərim, siz onu gedib bir-bir çıxardasınız. Hər kağız bir yerdə olar. Bu belə deyək də sizin həm vaxtınızı alır, həm də ki yükünüz ağır olur. Amma vəsaitdə mən bütün keçəcəyim mövzuları hamısını bir deməli kitaba yığıb çap etdirmişəm. Kim almaq istəsə şəxsimə yazsın və əsasda test. Yəni ola bilər mövzunu yaxşı öyrənirsiniz, dərslərdə iştirak edirsiniz, amma tətbiqdə biraz çətinlik çəkəsiniz. Mütləqdir ki, çoxlu sayda test işləyəsiniz. Kitabdan əlavə də testlər göndərəcəm, amma daha çox, yəni 2000-ə yaxın test bankında test var. Hər ikisini almaq daha sərfəlidir. Yəni bu haqda isə artıq şəxsidə hər birinizə məlumat verəcəm.
Belə müəllimlər, dərsimiz mikrofonlara nəzarət edək. Deməli, bu gün ilk dərsimizdə mən ümumi təhsil haqqında qanundan başlayacağam. Burada vacib olan bəzi hissələri sizlərə izah edəcəm. Bizim deməli bir həftə ərzində, yəni iyunun belə deyək də ilk həftəsində artıq dərslərə başlayacağıq. İndi onu digər qruplarımda cədvələ əsasən bu gün sabah səhər yazacağam ki, ayın neçəsinə qədər qrup yığılır. Yəni iyunun ilk həftəsində artıq ödənişli qruplarda dərslərə davam edəcəyik. Dərsin formatı necədir müəllimlər? Əvvəlcədən müəllimlərə material göndərirəm. Tutaq ki, ümumi təhsil haqqında qanundur, şagirdlərin yerdəyişməsidir, pedaqoq şura haqqında qanundur, sinif rəhbərliyi haqqında əsasnamə, yəni bütün bunları əvvəlcədən göndərirəm. Sonra izahlı sual-cavab əsasında onu edirik. Ola bilsin dərsi çatdırıb oxuya bilməsinizsə, narahat olmayın. Onu zaten izahlı sual-cavab əsasında canlı dərsdə öyrənmiş olacaqsınız. Və bir də ki, ola bilsin canlı dərsdə iştirak edə bilmərsiniz, narahat olmayın. Hər bir dərsin video yazısını götürürəm, yükləyirəm. Ondan sonra onu qayda qrupumuz olacaq bizim. Qayda qrupuna göndərirəm. Yəni dərsdə canlı iştirak edə bilməyən müəllim də dərsin video yazısına sonra izləyə bilər. Belə bu ümumi tanışlıq etdim, ümumi tanışlıq verdim hər birinizə. İndi dərsə başlayaq müəllimlər. Ümumi təhsil haqqında qanun, bu qanun çox vacib qanunlardan biridir. Nəyə görə? Çünki bizim işlədiyimiz təhsil müəssisəsi ümumi təhsil adlanır. Nəyə görə ümumi təhsil adlanır? Çünki biz məktəblərdə, orta məktəblərdə elmlərin ümumi əsaslarını öyrənirik. Ona görə də bizim işlədiyimiz təhsil müəssisəsi ümumi təhsil deməli müəssisəsi adlanır. Biz əgər ali təhsil müəssisəsində işləsəydiniz, təbii ki, həmin müəssisə ali təhsil müəssisəsi hesab olunur. Elmlərin ümumi əsaslarını öyrənirik, ona görə də ümumi təhsil adlanır və ümumi təhsilə aid də qanun adlanır. Ümumi təhsil haqqında qanun Azərbaycan Respublikasının qanunu İlham Əliyev tərəfindən 29 mart 2019-cu ildə imzalanmışdır. Bu qanun təbii ki, Konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq hazırlanıb və burada dövlət siyasətinin əsas prinsipləri, hansı ki, deməli 8 prinsip var. Biz bu prinsiplər haqqında növbəti dərslərdə keçəcəyik və ümumi təhsilin təşkilati hüququ və iqtisadi əsaslarını müəyyən edir. Ümumiyyətlə, yadınızda saxlayın müəllimlər, testlərdə nəsə siyasi məsələlər görsəniz, bunun təhsilə heç bir aidiyyatı yoxdur, heç bir əmək məcəlləsinə aidiyyatı yoxdur. Ona görə orada siyasi məsələlər görsəniz, bilin ki, orada səhv cavab məhz siyasi olan variantdır. Və bu qanun nəyə əsasən hazırlanıb? Təbii ki, təhsil haqqında qanuna əsasən hazırlanıb. Təhsil haqqında qanun haqqında da daha geniş keçəcək. Təhsil haqqında qanun ümumiyyətlə baza rolunu oynayır. Yəni bizə lazım olan bütün təlimatlar, bütün qanunlar, təhsil haqqında qanun var. Təhsil haqqında qanun, ümumi təhsil haqqında qanunun fərqi ondan ibarətdir ki, ümumi təhsil haqqında qanun sırf orta məktəblərə aiddir. Yəni 1-dən 11-ci siniflərə aid. Amma təhsil haqqında qanun isə orada həm məktəbə hazırlıq var, məktəbə qədər var. Orada həm peşə təhsilləri, kolleclər, yəni orta ixtisas təhsili və ali təhsil müəssisələrinə şamil edilir. Və bu ümumi təhsil haqqında qanun təbii ki, ilk öncə təhsil haqqında qanuna əsasən deməli hazırlanıb və 33 maddədən ibarətdir. Təhsil haqqında qanun 47 maddədən ibarətdir, amma ümumi təhsil haqqında qanun isə 33 maddədən ibarətdir. Biz bu gün 33 maddəni keçməyəcəyik müəllimlər. Çünki bu bizim ilk dərsimizdir, ilk sınaq dərsimizdir və ona görə mən ümumi burada əsas anlayışlardan bəzilərini, vacib olan hissələrini izah edəcəm. Ondan sonra bu ümumi təhsil haqqında qanunun 33 maddənin hər birinin izahına aid video yazını göndərəcəm. Qrup yığılana qədər siz o mövzuları öyrənəcəksiniz. Bütün o 33 maddənin hər birini öyrənəcəksiniz və mən növbəti dərsimizdə onu izahlı sual-cavab edəcəm. İndi ümumi anlayışlardan vacib olanları izah edim müəllimlər. Belə. Burada müəllimlər, ümumi təhsil dedik ki, elmlərin ümumi əsaslarını öyrədirik və həmçinin də nəinki elmlərin ümumi əsaslarını öyrədirik. Müəllimlər, baxın, biz həm də şagirdləri həyata hazırlayırıq, onları əmək fəaliyyətinə hazırlayırıq. Bütün bunları biz harda edirik? Ümumi təhsildə edirik. Yəni şagirdin 15 yaşı tamam oldu,
o artıq gedib əmək fəaliyyəti ilə məşğul ola bilər. Çünki şagirdin aldığı o 9 illik attestat onun işləməsinə deməli imkan verir. Lakin valideynin razılığına əsasən biz bunu inşallah əmək məcəlləsini keçəndə daha geniş, ətraflı keçəcəyik və ümumi təhsildə 3 pillə var da müəllimlər. Üzr istəyirəm, ümumi təhsil özü pillədir. Orda 3 səviyyə var. İbtidai, ümumi orta və tam orta. İbtidai bilirik ki, 1-dən 4-ə qədər, ümumi orta təhsil 5-dən 9-a qədər, tam orta təhsil isə deməli 10 və 11-ci sinifləri əhatə edir və ümumi təhsil müəssisəsində bu hər 3 səviyyənin təşkil olunduğu təhsil müəssisəsidir və bunlardan ən vacibi, ən məcburisi, ən icbarisi hansıdır? Təbii ki, ümumi orta təhsildir. Yəni ümumi təhsil icbari hesab olunan və məzunlara təhsil haqqında dövlət sənədi verilməsi ilə başlığa çatan deməli təhsil səviyyəsidir. Şagirdlər ibtidai sinifi bitirdikdə təbii ki, attestat almır. Attestatı yalnız 9-cu sinifi və 11-ci sinifi bitirdikdən sonra alırlar və direktorun biz vəzifələrini keçəcəyik. Direktorun əsas vəzifələrindən biri odur ki, müəllimlər icbariliyi təmin etsin. Ümumi orta təhsildə icbariliyi deməli təmin etsin. Bu nə deməkdir müəllimlər? Tutalım ki, uzun müddət şagird dərsə gəlmir. Uzun müddət şagirddən bir xəbər yoxdur. Amma direktor şagird gəlmir, gəlməsin, valideyn də göndərərdi. Belə laqeyd münasibət olmaz. Çünki direktorun vəzifə funksiyalarından biri ümumi təhsilin icbariliyini təmin etməkdir. Sonra və əgər direktor ümumi təhsilin icbariliyini, ümumi orta təhsilin deməli 9 illik təhsilin icbariliyini təmin etməsə, deməli o vəzifə funksiyalarını doğru, düzgün yerinə yetirmir və təbii ki, o işdən azad ola bilər və yaxud da şiddətli töhmət ala bilər. Yəni uzun sözün qısası müəllimlər, şagirdinizdən uzun müddət xəbər yoxdursa, siz mütləq bununla bağlı müəyyən bir tədbirləri, müəyyən bir həyəcan siqnalını çalmalısınız ki, o uşaq hardadır. Polisə məlumat verirsiniz, icra hakimiyyətinə məlumat verirsiniz, orada humanitar şöbə var, idarəyə məlumat verirsiniz. Yəni o uşaq haqqında maraqlanmaq lazımdır. Xüsusən də sinif rəhbərləri çalışır ilk öncə şagird haqqında məlumat əldə etsin. Yəqin ki, o sinif uşaqlarının bir qonşularından oxuyan uşaqlar var, onlarla maraqlanır. Ən sonda görür heç nə əldə etmir. Təbii ki, direktorun adına bir təqdimat yazır və direktor da müvafiq orqanlara məlumat verir. Belə müəllimlər, internat tipli ümumi təhsil müəssisəsi, internat məktəblərində orada sutkalıq fəaliyyət göstərir və orada şagirdlər deməli qalırlar. Yəni sutkalıq nə deməkdir? Yəni şagirdlər orada saat 8-dən sonra orada dayələr olur. Ümumiyyətlə deməli internat müəssisələrində də adi məktəblər kimi dərs keçirilir. Sadəcə saat 2-dən sonra orada tərbiyəçi müəllimlər olur. Tərbiyəçi müəllimlər şagirdlərin tərbiyəsi ilə məşğul olur və daha sonra saat 8-dən sonra isə dayələr olur orada və dayələr də şagirdlərə nəzarət edirlər. Sonra davam edək. Burada biraz geniş məlumat verdim. Sonra müəllimlər, ümumi təhsil pilləsində hansı səviyyələr keçirilir? Akkreditasiya. Akkreditasiya artıq hamımızın məlumatı var ki, akkreditasiya standartlara uyğunluğun yoxlanılmasıdır. Əgər həmin təhsil müəssisəsi akkreditasiyadan keçmirsə, deməli o standartlara cavab vermir. Bu qanunda var müəllimlər. Özünüz də görürsüz. Bu qanunda var, amma bu proses hələ ki belə deyək də necə deyim, qanuni şəkildə hələ ki tətbiq olunmur. Universitetlərdə tətbiq olunur. Məsəl üçün, universitet var, Sumqayıt Dövlət Universiteti keçən akkreditasiyadan keçməmişdi. Yəni standartlara cavab vermirdi. O standart proqramında biz növbəti dərslərdə daha ətraflı keçəcəyik.
Amma ümumi təhsildə isə akkreditasiya qanunda var. Növbəti illərdə necə keçiriləcək, onun haqqında təbii ki, nazirlik bir təlimat, bir əmr hazırlayan sonra bilərik. Amma çox güman ki, əgər həmin məktəbin rəhbəri idarə etdiyi təhsil müəssisəsi akkreditasiyadan keçmirsə, o direktor təbii ki, qalıb işləyə bilməz və siz keçən həftə gördünüz ki, Bakı şəhərində 4 məktəb direktorunu işdən azad etdilər. Nəyə görə? Çünki məktəbdə keyfiyyətli təhsili təmin etmədiyinə görə. Ümumiyyətlə keyfiyyətli təhsil nədir müəllimlər? Biz müəllimlərdə təhsil haqqında qanunun 42-ci maddəsinə əsasən vurulan deməli keyfiyyətsiz təhsilə görə biz zərər ödəməliyik. Tutalım ki, biz məsəl üçün kimya müəllimiyik. Şagirdlərimiz gedib çox aşağı bal toplayıb. Bu nə deməkdir? Bu artıq keyfiyyətsiz təhsil deməkdir. Düzdür müəllimlər? O keyfiyyətsiz təhsilə görə biz cavabdehik. Yəni onu ödənişini geri qaytarmalıyıq. Məsəl üçün xırda bir şey deyim. Məsəl üçün məktəbdə fakultativlər, dərnəklər keçirilir, amma direktor onun adı var, özü yoxdur da. O halda təbii ki, direktor onun pulları direktordan tutulur məhkəmənin qərarı ilə. Belə müəllimlər, psixoloji xidmət, yəni biz məktəbdə təbii ki, psixoloji xidmət də keçirik. Psixoloji xidmət şagirdlərin xidmətindədir. Yəni məktəbdəki psixoloq şagirdlərin xidmətindədir. Valideynlərlə, rəhbərlə, pedaqoji işçilərlə əməkdaşlıq edərək. Amma məktəbdə hər hansı bir müəllimin psixologiyasında problem varsa, məktəb psixoloqu ona heç nə edə bilməz. Heç onun işi də deyil. Əgər müəllimdə problem varsa, onu təbii ki, biz dərsə də buraxa bilmərik. O gedib müayinə olmalıdır, müalicə almalıdır, bulletində olmalıdır, yəni əmək qabiliyyətinin müvəqqəti və məktəbdəki psixoloq sırf şagirdlərin xidmətindədir müəllimlər. Yadınızda saxlayın. Şagirdlərin xidmətində. Daha müəllimlərdə də problem yaranandan sonra psixoloq heç nə edə bilməz. Belə, ümumi təhsilin dövlət standartları dedik ki, minimumdur. Dövlət minimum standartları müəyyənləşdirilir. Bu özü geniş bir mövzudur. 2010-cu ildə imzalanan bir sənəddir, bir qanundur. Onu növbəti dərslərimizdə daha ətraflı keçəcəyik. Bir dənə onu vurğulayım ki, dövlət minimum tələbləri deməli müəyyənləşdirir. Minimum tələblər nədir? Minimum tələblər odur ki, məsəl üçün şagirdlərin qiymətləndirilməsi, müəllimlərin bilik səviyyəsi. Məsələn, sertifikatlaşdırma imtahanında 30 bal dövlət qoyub da minimum 30 bal. 30 baldan aşağı toplayan müəllimlər işdən azad olur. Keçən il 4000 müəllim işdən azad oldu. Yəni təkrar sertifikatlaşdırmadan keçməyən müəllim deməli azad oldu. Yəni dövlətin qoyduğu o minimum tələblərə həmin müəllim cavab vermədiyinə görə işdən azad oldu. Proqram, ümumi təhsil proqramı müəllimlər. Proqram nədir? Ümumi təhsil proqramı, yəni orada ona aiddir fənn kurikulumları. Fənn kurikulumları 2007-ci ildən yaranıb və məsəl üçün fizika fənn kurikulumu, kimya fənn kurikulumu, Azərbaycan dili fənn kurikulumu. Bu kurikulumları siz internetdə PDF şəklində də deməli əldə edə bilərsiniz. Mən bunu düzdür, MİQ və sertifikasiya qruplarında daha ətraflı müəllimlərə keçirəm. Amma sizə də bir qısa məlumat verim. Məsələn, yazırsınız ki, Azərbaycan dili, bura hərəniz öz ixtisasınızı yaza bilərsiniz. Azərbaycan dili fənn kurikulumu. Baxın, PDF şəklində çıxır. Hər bir fənnin özünün kurikulumu var. Hər bir fənnin özünün kurikulumu var. Baxın, burada bütün fənninizin məzmunu, sonra nəticələri, səviyyələri, standartlar, inteqrasiya, hər bir şey qeyd olunubdur. Bunlar metodik, sinif metodik vəsaitdə də qeyd olunub. Və bunu siz nə edirsiniz? Bir məsəl üçün bax 11-ci sinifdə şagirdin soyu, sinifin sonunda şagirdin təlim nəticələri. Hər bir fəndə bunlar ətraflı geniş qeyd olunub. Belə bunu PDF şəklində yüklüyorsunuz, çıxardırsınız, olur əlinizin altında bir sənəd və öz ixtisasınıza daha yiyələnmiş olursunuz. Bir dəqiqə. Aha. Davam etdik müəllimlər. Belə.
Sonra deməli həmin ümumi təhsil proqramına aiddir fənlər üzrə kurikulum, hansı ki indi göstərdim. Dəstənkənar məşğələlər. Biz məktəbdə yalnız fənlərin proqramını keçmirik. Biz həm də məktəbdə fakultativləri keçirik, dərnək keçirik. Yəni bu fakultativləri həm də dəstənkənar məşğələlər deyirik. Bir də var məktəbdən kənar təhsil proqramı və tədris planı. Tədris planı nə deməkdir müəllimlər? Tədris planı həftəlik saatlara, fənlərə verilən saatların miqdarıdır. Bu olur tədris planı. Yəni tutalım ki, riyaziyyat fənni həftədə 5 saatdır. Dövlət bu planı verib. Biz bu plandan artıq deməli həmin sinifdə dərs keçə bilmərik. Və yaxud da 7-ci sinifdə həftədə 2 saatdır. 3 dəfə dərs keçə bilmərik müəllimlər. Bu planı dövlət verir. Yəni dövlət də kimdir? Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi bu planı verir. Deməli, fənlər üzrə kurikulum, fakultativlər, məktəbdən kənar təhsil proqramları və tədris planı. Bunlar hamısı adlandı ümumi təhsil proqramı. Baxın, müəllimlər təhsil proqramı, bir var siz proqramla bağlı iki anlayış eşidirsiniz. Bir var təhsil proqramı, təhsil. Bu daha geniş anlayışdır. Görürsüz, bax bütün bunlar ona aiddir. Bir də var tədris proqramı. Tədris proqramı isə sizin proqramlarınızdır. O illik planlaşdırma ki tutursunuz ha müəllimə. Orada tədris vahidləri öz əksini tapır. Bax o tədris proqramı. Tədris nə deməkdir? Yəni keçəcəyiniz mövzular. Amma təhsil proqramı isə yəni məktəbdə keçirilən hər bir şeyə aiddir. Daha geniş anlayışdır. Məsəl üçün, fənlər üzrə kurikulum bu olur elə tədris proqramı. Yadınızda saxlayın. Fənlər üzrə kurikulumlar olur tədris proqramı. Bütün bunlar hamısı bir yerdə təhsil proqramı adlanır. Təhsil, təbii ki, tədris də təhsilin içərisindədir. Sonra akkreditasiya şəhadətnaməsi. Akkreditasiya da dedi ki, standartlara uyğunluqdur və onu əgər həmin təhsil müəssisəsi keçibsə akkreditasiyadan, onda sənəd verilir, yəni şəhadətnamə verilir. O şəhadətnamənin də müddəti 5 ildir. Yəni 5 ildən bir hər bir təhsil müəssisəsi akkreditasiyadan keçməlidir. Amma ki bu hələ ilə ala-yarımçıq qalıb qanunda. Hələ ki tətbiq olunmur ümumi təhsilə, amma qanunda var. Azkomplektli məktəb nədir müəllimə? Azkomplektli məktəb düz indi bu qanunda var, amma bu məktəbləri artıq optimallaşdırırlar. Optimallaşdırma nədir? Yəni onları digər böyük məktəblərə birləşdirirlər. Məsələn, keçən il 147, yəni harca 150-yə yaxın məktəb optimallaşdırıldı. Yəni şagird sayı az olan məktəbləri şagird sayı daha çox olan məktəblərə birləşdirdilər. Yəni belə deyək də bu maliyyə yükünü azaltmaqdan ötəridir ki, həmin məktəblərə 1 nəfər də şagird olsa, 100 nəfər də şagird olsa, o məktəbə vəsait ayrılır. Və belə fikirləşirlər ki, əgər biz vəsait ayırırıqsa bu qədər, yəni o məktəbdə əgər bir dənə də şagird oxusa, 100 dənə də şagird oxusa, illə 30 min, 40 min, 50 min dövlət o məktəbə pul ayırmalıdır. Onun isinməsi var, onun işçilərin əmək haqqı var. Yəni ona görə və dövlət fikirləşir ki, əgər bir məktəbdə bir 5-6 şagird üçün o 40 min, 50 min, 60 min vəsait ayırınca, onları qonşu məktəbdə avtobusla göndərmək daha sərfəlidir. Ona görə həmin məktəbləri optimallaşdırırlar. Avtobusları da icra hakimiyyəti təşkil edir. Avtobus, ya kiçik mini avtomobili, uşaqların daşınması üçün. Və bu ildə həmin bir çox məktəblərin optimallaşdırılması nəzərdə tutulur. Mikrofonlarınız var. Hə, sualınız var müəllim. Bəs o məktəb bağlananda müəllimlər necə olur onların? Yerləşdirilir də, başqa məktəblərə yerləşdirilir. İmtahansız da? İmtahansız, hə, imtahansız yerləşdirilir. Qonşu məktəblərə yerləşdirilir. Çox sağ olun. Aha, siz də sağ olun. Qonşu məktəblərə həmin müəllimlər işsiz qalmır müəllimlər. Yəni həmin müəllimləri digər məktəblərə deməli yerləşdirirlər. Bir də akkreditasiyadan danışdıq müəllimlər. Bir də var beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqram. Aha, bu beynəlxalq səviyyədə nədir müəllimlər? Baxın, elə məktəblər var ki, orada bütün fənlər xarici dildə keçirilir və həmin təhsil müəssisələrinin də ödənişi
belə deyək də yüksək səviyyədədir. İllə 17.000, 20.000, 10.000, 15.000, yəni minimum bir 7-8 mindən başlayır. Orada bütün fənlər demək olar ki, xarici dildə keçirilir və həmin deməli beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı ilə təhsil alan şagirdlər, yəni həmin təhsil müəssisəsinin məzunlarına 2 və daha çox xarici ölkənin ali təhsil müəssisələrində təhsil alma hüququ verir. Yəni əgər şagird beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı ilə təhsil alırsa, 2 və ya daha çox xarici ölkənin ali təhsil müəssisəsində təhsil alma hüququ verən bir təhsil proqramıdır. Defektoloqda bilirik ki, deməli şagirdlərin əqli və ya fiziki məhdudiyyaları olan şagirdlərin təhsilini və korreksiyası ilə məşğul olan ali təhsilli mütəxəssisdir. Daha çox bu defektoloqlar xüsusi təhsil müəssisəsində olur və orta məktəblərdə də inklüziv siniflərdə olur. Yəni çünki inklüziv sinifdə dərs deyən müəllimlərə kömək lazımdır. Orada loqoped, defektoloq olmalıdır. Amma ki, belə deyək də bəzi təhsil müəssisələrində bunlar hələ ki yüksək səviyyədə təmin olunmur. İnşallah ki, növbəti illərdə xüsusi nəzarət olar ki, bu tədris müəssisələrində müəllim köməkçisi vəzifəsi verilsin. Yəni bir sinifdə, indi biz inklüziv sinif haqqında daha geniş keçəcəyik müəllimlər, orada daha geniş izah edərəm. Orada müəllim köməkçisi olur, defektoloq, loqoped olur ki, şagirdlərin korreksiyası ilə məşğul olsunlar. O da ali təhsilli müəllimlər kimi maaşları eyni olur. Dərsdən kənar məşğullar, fakultativlər, bu da geniş bir mövzudur, bunu da keçəcəyik. Bir də burada qısa məlumat verim ki, burada şagirdlərin meyl, maraq və qabiliyyətinə uyğun, onların biliklərinin genişləməsinə, yaradıcı qabiliyyətin inkişafına, peşə yönünə yönəlmiş məşğulə formasıdır. Məsələn, sizə sual verilsə ki, məktəbdə dərs saatından başqa hansı məşğulə forması keçirilir? Elə fakultativləri, dərnəkləri biz vurğulaya bilərik. Sonra hansı keçirilir? Evdə təhsildir, fərdi təhsildir. Bu da belə. Fən kurikulumu haqqında bayaqlar az öncə məlumat verdim. Fən kurikulumunda, yəni istədiyiniz, yəni sizin ixtisasınıza uyğun fənni yazıb, məsələn, yazırsınız fizika fən kurikulumu. Onun PDF şəklində yükləyib çıxarda bilərsiniz. Orada nə var? Baxın, orada hər bir fənnə uyğun, yəni həmin fənnin məqsədi, vəzifəsi nədir? Məsələn, Azərbaycan dili fənninin məqsədi nədir? Oxuyub yazı bacarıqlarını şagirdlərdə formalaşdırmaq, dil qaydalarını öyrətmək, fizika fənnində təbiət hadisələrini öyrətmək. Yəni hər bir fənnin özünün şagirdlərdə formalaşdıracağı bilik və deməli bacarıq var. Fənnə verilən tələblər var, həmin təhsilin səviyyələri, üzrə təlim nəticələri var, müəllim dərsini hansı strategiya ilə keçməlidir, inteqrasiyadır, qiymətləndirmə vasitəsidir, planlaşdırmadır. Yəni bütün bunlar hamısı fən kurikulumda öz əksini tapır, eləcə də metodik tövsiyələrdə öz əksini tapır. Yəni metodik müəllimin metodik vəsaiti bu fən kurikulumuna əsasən hazırlanmışdır. Günüzadılmış qruplardakı müəllimlər ibtidai siniflərdə olur. Yəni indi bir çox məktəbdə əgər şərait varsa, yəni dərsdən sonra şagirdlər qalıb yalnız ibtidai sinifdə. Günüzadılmış qruplarda artıq işləyən müəllimlər tərbiyəçi hesab olunur və onlar deməli şagirdin dərslərinə dəstək olurlar. Sabah müəllim nə tapşırıq veribsə, onların mövzularını işlədirlər. Bunun üçün məktəbdə şərait olmalıdır. Günüzadılmış qruplar əsasən liseylərdə, gimnaziyalarda, sonra internat tipli müəssisələrdə olur. Orta məktəblərdə də ola bilər. Əgər o məktəbdə şərait varsa, yəni şagirdə orada əslində yemək verilməlidir. Şagird üçün, şagirdin dincəlməsi üçün yataq otağı olmalıdır. Düzdür, bəzi bu günüzadılmış qrupları orta məktəblərdə açıblar, amma o şərait yoxdur da. Sadəcə müəllim dərsdən sonra şagirdin dərsləri ilə məşğul olur. Amma bu doğru deyil. Qanunda var ki, həmin şagirdlər üçün yemək və qidalanmaq və yatmaq üçün, yəni istirahəti üçün şərait olmalıdır, yataq otaqları olmalıdır. Sonra Himayəçilər Şurası müəllimlər, məktəbdə bir çox şuralar var. Şura nə deməkdir? Ümumiyyətlə şura sözünü başa düşürük də. Şura bir iclas deməkdir, bir məclis deməkdir. Məsələn, Valideynlər Şurası, yəni valideynlərin məclisi, pedaqoji şura, yəni pedaqoqların məclisi, metodik şura, yəni metodik deməli pedaqoqların həmin o metod birləşməyə daxil olan üzvlərin şurası. Şura bir
məclis deməkdir və Himayəçilər Şurası da könüllərdən ibarət bir özünü idarə etmə orqanıdır ki, orada məktəbin mövcud problemlərinin həllində yaxından iştirak etmək istəyən fiziki və hüquqi şəxslər, onlar yardımlar edə bilər, yəni məktəbə yardımlar edə bilər, edilən yardımlar qeydiyyata alına bilər və təbii ki, istifadə olunması da qanun çərçivəsində olmalıdır. Bu bir ictimai nəzarətdir. Düzdür, mən heç hələ indiyənə qədər eşitməmişəm ki, hər hansı bir direktor Himayəçilər Şurası yaratsın, amma yaratmaq olar. Və VMA-lar var, Valideyn Məktəbi Assosiasiyaları. O assosiasiyaya valideynlər könüllü olaraq üzv ola bilər və məktəbə könüllü olaraq yardım edə bilər akt şəklində belə. Amma nəzarət biraz çətin olur da müəllimlər. Ona görə bir çox direktor heç başını ağrıtmaq istəmir. Çünki zaten o məktəbdə sənəd işi çoxdur. Hələ bir bu Himayəçilər Şurasına, VMA-lara vaxt ayırsın. Yəni bütün bunlar nəsə bir problem olanda, nəsə bir yeyinti işi olanda, nəsə bir necə deyim, oradan yığılan yardımlar, oradan yığılan könüllü məbləğlər, ödənilən məbləğlər, nəsə problem olanda təbii ki, məktəb direktoru məsuliyyət daşıyır. Ümumi təhsilin birinci səviyyəsi dedi, ibtidai təhsildir. İcbari dispanserizasiya uşaqların sağlamlığı üçündür. Normal fiziki inkişafın təmin edilməsi üçündür. Hər il gəlirlər şagirdlərin deməli boynu, gözünü, onurğasına, yəni bütün bunların sağlamlığı ilə bağlı xəstəliyin ilkin mərhələdə aşkar edir və onları profilaktik, diaqnostik və müalicə sağlamlaşdırıcı tədbirlərdən aktiv dinamik müşahidə sistemidir bu icbari dispanserizasiya. Ehtiyac olarsa valideynə məlumat verilir və şagird belə deyək də poliklinikalara müayinəyə göndərilir. İcbari dispanserizasiya. Amma müəllimlər üçün biz hər il qeydiyyatdan keçiririk müəllimlər, gedirik tibbi arayış alırıq, sağlamlıq haqqında arayış alırıq. Bunun da artıq rüsumunu bilirsiniz də nə qədərdir, hə müəllimlər? Sağlamlıq haqqında rüsumun ödənişini bilirsiniz nə qədərdir? 41 manatdır mənim. 40 manatdır. Mən onu o gün bilmişəm, inanırsınız? Və 40 manat, yəni siz sağlamlıq haqqında arayış almaq üçün dövlətə 40 manat ödəniş etməlisiniz. Dövlət rüsumu 40 manatdır. Mən onu o gün bildim. Sağlam olmaq da artıq problemə çevrilir. İnanırsınız, mən həqiqətən necə deyim, dəhşətə gəldim də. Yəni və o siyahı verirlər. Gedib o bütün müayinələrdən keçmək lazımdır. Düz o müayinələr yaxşıdır. Gedib keçməyimiz daha yaxşıdır. Amma nə olsun ki, həkimlər bu işə də əl qoyur da. 60-70 manata həll edirlər. Təsəvvür edin ki, bir dənə arayış almaq sizə 100 manata başa gələcək. İndi mənim bu səsi videonu YouTube-da da paylaşacağam. Qoy getsin, onlara da xəbər çatsın. Yəni hər şey elektronlaşdırıblar, amma yenə xeyri yoxdur. İndi daha da bahalaşıblar. Baha qiymətədir. Yəni bir dənə sağlamlıq haqqında arayış almaq üçün sizi 40 manat heç dövlət rüsumudur. Təbii ki, getməyəcəksiniz. Çünki bizim hələ şuurumuzda o formalaşmayıb. Mən mikrofona nəzarət edək də. Axı mən xahiş elədim. Gedib o müayinələrdən keçməyəcəyik. Zaten problem özümüzdədir. Yəni birinci problemi özümüzdə axtaraq. Problem özümüzdədir ki, dövlət şərait yaradır. Biz gedib o müayinələrdən keçmirik. Yəni 40 manat ödəməklə orada nə qədər müayinələr var, onlardan keçə bilərik. Getmirik, işimiz çoxdur. Hər müayinə bir müəssisədədir. Məcburuq ki, nəsə edək də, görün baxım edək. Səhv özümüzdədir. Düzələsi deyilik ay müəllimlər. Yəni tək həkimlərdə günah yoxdur. Elə hər birimizdədir günah. Belə, sonra nə deyəcəydim? Deyirəm, dərslərdə çox danışmayım. Yenə ürəyim. Sonra müəllim, inklüziv təhsil haqqında da daha geniş keçəcəyik. Burada qısa məlumat verim ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud şagirdlərlə sağlam şagirdlərin birlikdə təhsil almasıdır. Yəni eyni sinifdə təhsil almasıdır. Orada maksimum şagird sayı 22 nəfər olur. Sağlam şagirdlər 20 nəfər, 2 nəfər də sağlamlıq imkanları məhdud şagirdlər.
İnnovasiya yenilik deməkdir də. Yəni hər hansı bir yenilik gətirirsiniz, metodika ilə bağlı, strategiya ilə bağlı, qiymətləndirmə ilə bağlı, məzmunla bağlı, yəni həmin tədrisi yaxşılaşdırmaq üçün etdiyiniz nəsə dəyişikliklər innovasiya adlanır və yenilik adlanır. İnteqrasiya da bilirik ki, əlaqənin qurulmasıdır. Yəni bütün fənlər üzrə məzmun standartlar arasında əlaqənin qurulmasıdır və peşəkar müəllimlər, yəni inteqrasiyanı etməyi bacaran müəllim peşəkar müəllimdir. Hər müəllim inteqrasiya edə bilmir. Mənim üçün ən çətin inteqrasiya fənlərarası inteqrasiyadır. Çünki fəndaxili inteqrasiyanı müəllim öz fənnini bilir. Azdan çoxdan inteqrasiya edə biləcək, amma digər fənni ilə inteqrasiya etmək bu artıq həqiqətən peşəkarlıq tələb edir və əgər testlərdə layihələrlə bağlı bir sual düşsə, məsələn, şagird hər bir layihəni işləyir, müəllim bu layihəni verib, orada hansı inteqrasiya var? Orada mütləq fənlərarası inteqrasiya var. Nə üçün fənlərarası inteqrasiya var? Çünki şagird bir layihəni işləmək üçün ona yalnız bir fən daxilində edə bilməz onu. Mütləq digər fənlərə də inteqrasiya etməlidir. Loqoped şagirdlərin nitq pozuntularının korreksiyasını həyata keçirir. Elə uşaqlar var ki, məsəl üçün 4 yaşı var, 5 yaşı var və yaxud da elə gəlib orta məktəbdə oxuyur. Belə böyük insanlarda da ola bilər. Hələ l hərfini, r hərfini ayırd edə bilmir. Yəni nitqində müəyyən bir problemlər var ki, nitq pozuntularını korreksiya edən ali təhsilli mütəxəssis olur loqoped. Sonra məktəbə hazırlıq təhsili 5 yaşdan başlayır müəllimlər bilirik. Bir var məktəbə qədər. Məktəbə qədər bu olur 1 yaşdan 6 yaşa qədər. Yəni şagird üzr sayın, uşaq 1 yaşdan 6 yaşa qədər uşaq körpə evlərində, körpə bir var sırf körpələri olsun. Yəni orada çox kiçik yaşdan olurdu. Orada 1 yaşından. Bir də var 3 yaşdan. 3 yaşdan başlayan evlər uşaq bağçaları sayılır. Amma körpə evləri isə 1 yaşdan başlayır və məktəbə qədər təhsil 1-6 yaşı əhatə edir. Məktəbə hazırlıq isə deməli 5 yaşlı uşaqların həmin təhsilə cəlb olunmasıdır və ümumi təhsilin ilk mərhələsi adlanır. Ümumi təhsilin ümumiyyətlə ilk səviyyəsi ibtidai təhsildir, amma ilk mərhələsi isə məktəbə hazırlıq mərhələsi hesab olunur. Metodik şura dedik ki, məktəbdə metodik xidmətin təşkili ilə bağlı onun həyata keçirilməsini təmin edən qurumdur. Metodistlər, müəllimlər, metodistlər məsələn idarədə, regionallarda olan metodistləri keçən il işdən kütləvi şəkildə azad etdilər və onları orta məktəblərdə bəzilərini direktor kimi göndərdilər, uğurları varsa, bəzilərini müavin kimi göndərdilər, bəzilərini əvəz edici kimi, həvalə kimi göndərdilər, bəzilərini məktəbə metodist kimi, bəzilərini elə məktəbə müavin kimi göndərdilər. Kimlər də razılaşmayıbsa, bəlkə ola bilər işdən azad olublar. Metodistlər də ali pedaqoji təhsilli deməli mütəxəssisdir. Müəllim köməkçisi dediyi inkluziv siniflərdə olur, çünki orada sağlamlıq imkanları məhdud şagirdlər olur. Onlara mütləq dəstək lazımdır. Ona görə həmin sinifdə müəllimə dəstək olmaq üçün, müəllimə kömək olmaq üçün müəllim köməkçisi vəzifəsi var və o da ali təhsilli deməli mütəxəssisdir, müəllim kimi əmək haqqı alır. Belə müəllimlər, mən indi bura qədər izah etdim. Bu bizim ilk sınaq dərsimizdir. Bu materialların ətraflı daha geniş izahını qrupa göndərəcəm müəllimlər. Qrupa göndərəcəm və siz onu daha ətraflı öyrənəcəksiniz. Burada 44 anlayışdır, amma mən onun 30 neçəsini artıq izah etdim və belə deyək, iyunun hardasa ilk həftəsində, yəni 7-sinə qədər, 8-nə qədər qrup yığılacaq. Ona qədər siz bu 33 maddənin videosuna baxacaqsınız, testini işləyəcəksiniz. Mən onun bütün maddəyə aid sizləri sual-cavab edəcəm. Belə müəllimlər, indi siz mənə deyin görüm nə sualınız var? Buyurun. Samir müəllim, üzr istəyirəm. O sizin vəsait var, sizin dərs kitabınız. Bəli. Ondan öyrənmək olar bu video olmasa onu. Əlbəttə öyrənmək olur. Orada bütün bu keçəcəyim, indi bu PDF-lər ki göstərdim, bütün bu PDF-lər o vəsaitdə var.
Çünki mən Video izləmədə mən çətinlik çəkirəm. Yəni vaxtımız yoxdur. bəli, Məsələn, yalnız istəyirəm. məsələn elə müəllim var ki, yəni tək oxuyaraq testləri həll edə bilir. İndi sizdə bilmirəm də müəllim necə olacaq. Öyrənə bilirsinizsə lap yaxşı. Öyrənə bilirəm, yəni sıxıntı yoxdur. Kimdə danışan? Fərman müəllim sizsiz? Fərman müəllimdir. Bəli. Fərman müəllim, mən də deyirəm, birdən səs tanış gəldi mənə. Fərman müəllim, siz mənim qruplarımda olmusunuz da, əvvəlki qruplarımda. Görün neçə qrup. Bilirəm, olmuş. Sizin bazanız var, sizə rahat olacaq. Hə, mən də deyirəm. Mən rahatım, çox rahatım. Sadəcə olaraq Hə, sizin bazanız mən var da. işləyən vəsaitdən baza genişdir. Çoxdur. Mümkün ondan bağlı. Çoxdur. Həm də siz işləyirsiniz. Siz təşkilatçı olsa müavin işləyirsiniz, səhv etmirəmsə. Mavin işləyirəm. Mavin işləyirəm. İşləyirsiniz. Sizin həm də İştirak da eləmişəm. aha. Rektorun işlə qəbul imtahanında iştirak eləmişəm. Bir dəfə keçmişəm. Sadəcə olaraq müsahibədə çətinlik olub da, yəni keçə bilmədim bir sözlə. İnşallah deməli Fərman müəllim, ümumiyyətlə boş məktəb anlayışı da olmayacaq. Həvalələr olmayacaq. İndi müvəqqəti o həvalələrlə müqaviləni bağlayırlar, amma da həvalələr olmayacaq. Sırf təyinatlar olacaq və ölkədə boş direktorsuz məktəb Olmayacaq, hə. yox olmayacaq. Həvalə olmayacaq. Ümumiyyətlə həvalə anlayışı çıxardılacaq məktəb təhsil sistemi. Bəli, elə də olmalıdır. Çünki həvalələr bilirsiniz, müvəqqətidir də. Bu psixologiya ilə də bağlı bir şeydir. Fikirləşir ki, mən əziyyət çəkirəm, zəhmət çəkirəm. Sonra gəlib kimsə direktor təyinatı alacaq. Ona görə çox belə deyək də, məsələyə ciddi yanaşmır, amma təbii ki, bütün həvalələrə aid deyil. Yox, bütün həvalələrə də aid deyil də. Elə həvalələr var ki, həqiqətən onu fikirləşmir də ki, mən təyin oldum, olmadı, məktəbə can. Çoxsu o şəkildə düşünür də, yəni həvalənin çoxsu düşünür ki, mən müvəqqətiyəm, ona görə qeyri-ciddi yanaşır. Bəli, bəli. Yəni və çox sələr. Və sizə bir məlumat verim ki, Respublika üzrə 16 məktəb pilot layihə kimi publik hüquqi şəxs olub və növbəti tədris ilində bunu 100 nəfərə çatdırmaq planlaşdırılır. Bu nədir müəllimlər? Kitab gətiririz. Bu nə deməkdir? Publik hüquqi şəxs odur ki, məsəl üçün əvvəl məktəblərə bu kitab, bu partadır, inventardır. Bunlar hamısını kim göndərirdi? Nazirlik göndərirdi də, düzdür. Amma indi elə deyil. İndi publik hüquqi şəxs olanda şagirdlərin sayına uyğun, yəni məktəb görəsən necə işləyib, o saya uyğun dövlət büdcə ayıracaq məktəblərə. Direktor özü onu təmin edəcək ki, məsələn, partanı hansı şirkətdən alsın, digər inventarları, elektron lövhəni hansı şirkətdən alsın. Bax, bu belə olacaq, publik hüquqi şəxs. Yəni, direktor maliyyəni özü rahat, sərbəst idarə edəcək. Samir müəllimə, olar bir sual verin. Onlar niyə olmur ki, ay müəllimə? Müəllimə, mən sizin test kitabınızı işləyirəm. Orada bir sual var idi, ümumi orta təhsil müəssisəsində və tam orta təhsil müəssisəsində əvəz edilən o jurnalı kim yazır? Mavin yazır. Təlim tərbiyə işləri mavin yazır. Bəli, amma orada cavab təşkilatçı idi. Orada mexaniki səhv düşüb müəllimə. Yox, təşkilatçı deyil, mavindir. Təşkilatçı əvəz edilən dəstənin çoxu kitabına baxmır. Onun sırf deməli vəzifəsidir ki, mavinin vəzifəsidir ki, o işləsin həmin kitabı. Bildim müəllimə, çox sağ olun. Siz də sağ olun. Burada mən əslində kitabı göstərmək istəyirdim müəllimə. Bilmirəm harda saxlanıb eləmişəm. Belə müəllimlər, bu bizim ilk dərsimiz oldu. Kimin nə sualı olsa şəxsimə yazar müəllimlər. 1 aylıq və 3 aylıq qruplardan kim faydalanmaq istəyirsə şəxsimə yazsın. Bir də ki, əvvəlki qrupların müəllimləri üçün onlar bilirlər də, onlar bütün material onların əlində olduğuna görə mən onlara ödənişin yarı qiyməti olacaq. Çünki onlarda material var, mənim qruplarımda iştirak ediblər. Sadəcə təkrarlanmaq üçün. Məsələn, bax Fərman müəllim təkrarlanmaq üçün daxil olacaq. Yəni Əvvəlki qruplarımda da olub, sonra kurikulum qrupunda da olmusunuz. Mən ümumiyyətlə müəllimlər miq və sertifikasiyaya da hazırlayıram kurikulumdan. Onun qrupları çox faydalıdır. Sizin dərsləriniz tərəf üçün demirəm, doğrudan da çox faydalıdır.
Çox sağ olun Fərman müəllim. Çox sağ olun, var olun, minnətdaram. Yəni, çünki təhsil ictimaiyyətində paylaşmışam ki, faydalanın da. Yəni doğrudan da Samirə müəllimə Hələ mən inanın Fərman müəllim, Instagram səhifəni, elə YouTube səhifənin özündə tam belə aktivləşdirə bilmirəm də. Yəni vaxtım çatmır həqiqətən. Amma onu növbəti aylardan planlayıram ki, artıq onu bir professional şəkildə bir SMM xidmətinə həvalə edib səhifəni idarə etsinlər. Hələ mən yəni məsəl üçün məni axtaran insanlar, məni tapan insanlar necə tapır? Məsələn, Fərman müəllimin gedir məni bir 5 nəfərin yanında deyir, məsələn, təhsil tədrisi bu cürdür müəllimin. Yəni gedib o 5 nəfərin yanında tərifləyirsiniz, elə gəlirlər. Amma Instagram səhifəmi bir də aktivləşdirəcəm. Saytım da indi mayın sonu hazır olacaq. Bunlar hamısı vaxt tələb edir. Məsələn, kifayət qədər tanınırsınız Samirə müəllimə. hələ onları hələ mən belə deyək də sosial mediaya hələ vaxt ayıra bilmirəm tam. Sosial mediaya inşallah gələn aydan daha yaxşı Neçə direktorlar təyin olunub bəli, sizin sayənizdə, yəni sizin dərslərinizin sayəsində. bəli. İnşallah bu il mən, yəni özümü deyirəm, elə digər müəllimlərə də aiddir. İstəyirəm ki, dərs son il olsun. Təyinatda düzdür qoşulacağam, yəni informasiya üçün qoşulacağam, amma istəyirəm ki, son hədəf bu il. Bu bir neçə ay qoymuşam da inşallah. Lap yaxşı. Və Fərman müəllim, mənim qruplarımda olan müəllimlər müavin təyinatı alırlar. Üstündən biraz keçir, 1 il keçir. O deyirlər ki, müəllimə direktor olmaq istəyirəm. Deyirəm, olun da, lap yaxşı. Şəki Zaqatalada 500 minus direktorların cavabı çıxdı. Orada elə bir 10 nəfər mənim müdavim idi. Bilmirəm orada neçə nəfər təyinatı alıb, hələ əmirlərini gözləyirlər. 10 nəfər müəllimə artıq məktəb təyinatı veriblər. Sadəcə bir dənə əmirləri qalıb. Yerləri təklif ediblər, əmirləri qalıb. Belə müəllimlər, oldu. Dərsimiz Uğurlar olsun. hamınıza uğurlar arzu edirəm. Hər birinizin zəhmətini istəyirəm ki, bəhrəsini görəsiniz. Mən də sizdən xoş xəbər eşidəndə sevinirəm həqiqətən müəllimlər. Oldu. Sağ olun müəllimlər, gecəniz xeyrə qalsın. Nə sualınız olsa şəxsimə yazın, cavablandıracağam. Belə. Oldu müəllim. Sağ olun. Çox sağ olun müəllimə. Siz də sağ olun. Sağ olun. Sağ olun, var olun. Sağ olun müəllimə. Yəni bu stikerlərdən göndərim. Çox sağ olun. Hələlik.